AB 8 metr, BC 23 metr olan ABCD düzbucaqlısı daxilində yerləşən MNPK hovuzu da düzbucaqlı formasındadır. Hovuzun metlaq döşənmiş ətrafının ölçüləri şəkildə verilmişdir. Və bizdən hovuzun su olan hissəsinin səthin sahəsi soruşulur. Deməli, hovuzun kənarlarında buradan AB-ni 8 metr qeyd etsək, 18 desimetr olacaq 1,8 metr. 6 desimetr 0,6 metr. 8 desimetr 0,8 metr. 12 desimetr isə 1,2 metr. Və uzunluq ümumilikdə 23 metrdir. Hovuzun uzunluğunu tapaq və enini tapaq. Sonra onun sahəsini taparıq. A bərabərdir hovuz üçün, belə deyim, bura A desəm, burada B desəm. A bərabərdir enindən, yəni 8 metrdən 0,6 ilə 0,8-in cəmini çıxaq. Plus 0,8 bərabərdir 8 çıxılsın 1,4, 6,6 metr eləyər. Uzunluğunu hesablayaq. Uzunluğu bərabərdir 23 metrdən çıxmalıyıq 1,8 ilə 1,2-nin cəmini. Üstə gəlinsin 1,2 bərabərdir 23 çıxılsın 3, eləyər 20 metr. Deməli, S bərabər olacaq hovuz üçün A vur B, yəni 6,6 vurulsun 20. O da eləyər, deməli, 132 metrin kvadratı.